Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. El-muteferridi fi zatil ahadiyye. El-mutegaddisi anil hududi ve nihayat. El-evveli bila ibtida vel-ahiri bila intiha. Thumma salatu ve selamu ala seyyidina ve nebiyyina ve mevlana Ebel Kasimi Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem ve alihi teyyibine tahirin ve la'netullah ala a'daihim ecma'in minel an ila qiyami yevmiddin. A'udhu billahi s-semil alim mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefqahu qavli. Allah bu cümə günü bizlərə mübarək qərar versin. Hər birinizin cümə günü münasibətilə təbrik edirəm. Mübarək olsun. Allah bu cümə günündə edilən duaları, ibadətləri, qılınan cümə namazlarını bizdən qəbul eləsin və ən əsasda İmam Zaman əleyhissalamın zuhrunu təcil eləsin. Biz də duamıza, münacatımıza davam edirik. Davamında belə buyurulur ki, İlahi ileykə əşqu, qalbən qasiyən, mə'al vəsvasi, mutaqallibən. Deyir, İlahi, sənə şikayət edirəm ki, bu münacat şikayət edənlərin münacatı idi. Deyir, İlahi, sənə şikayət edirəm qəlbdən, qəssavətli qəlbdən, sərt olmuş qəlbdən. O qəlbdən ki, vəsvəsə vasitəsilə dəyişir. Qəlb dəyişməklə qəssavət bağlayır, qəssavətli olur. Mə'al vəsvəsi mutaqallibən. Yəni, vəsvəsələrlə dəyişən qəlbdən sənə şikayət edirəm. Və birreyni və təbi'i mütələbbisən. Və o qəlb ki, çirkinliklərlə, pis xislətlərlə örtülmüşdür. O qəlbdən sənə şikayət edirəm. Və aynən anil bəqai min xofikə camidə. Və o qəlblə şikayət edirəm ki, sənə, daha doğrusu gözdən şikayət edirəm. O gözdən şikayət edirəm ki, sənin qorxundan ağlanmaqdan, belə deyək, donmuşdu. Yəni, göz yaşı qurumuşdu. Əvvəl ki, sənin qorxundan ağlayardı, bu göz yaşı, yaş dökərdi, indi quruyub. Camidə, yəni qurumaq, quruyub. Və ilə mə yəsurruha tamihətən. Və o göz yaş ki, quruyub, da ağlamır, sənin qorxundan ağlamır və o göz yaşdan şikayət edirəm ki, can atmaqda, nəyə can atmaqda? Yəni, meyllənməkdə, pis şeylərə meyllənməkdə can atır. Can atır və neyinir? Sevinir. Yəni, öz sevincini hər hansı pis bir şeyə meyl etməklə göstərir. Bax, o gözdən sənə şikayət edirəm. Və ilə mə yəsurruha. Yəni, şikayət edirəm ki, gəlir mənim o gözümü və yaxud indi burada məsələn qəlbi də demək olar, qəlbimi sevindirir can atmaqla. O şeyə can atmaqla. İndi o şey hər insanda müxtəlif ola bilər. Hərənin bir xəstəliyi var. Qəssavətli qəlb, yəni sərt qəlb. Yəni artıq o qəlbi xilas etmək demirəm mümkün deyil, amma çox çətindir. Çox çətin bir məsələdir. İnsan elə işlər görür ki, insan elə işlərə mürtəkib olur ki, artıq onu oyandırmaq, qəflətdən onu oyandırmaq mümkün olmur, çətin olur. Hətta Peyğəmbər belə gəlsə, onu oyada bilməz. Bunun bariz nümunələri nə qədər desəniz, tarix boyu var, bariz nümunələr. Mən hərdən, məsələn, Muxtarnamə filminə baxıram və yaxud da başqa indi tarixi oxuyuruq, görürük, baxmışıq da Muxtarnamə filminə. Tarixi əsaslara baxırıq, görürsən, Həzrət Əli əleyhissalama qarşı olanlar, Həzrət Əli əleyhissalamın xəttindən çıxanlar, və yaxud İmam Hüseyin əleyhissalamın xəttindən çıxan. İmam Hüseyin əleyhissalamı nə deyirlər? Deyirlər, nə olsun ki, o Peyğəmbərin nəvəsidir. Kənan adlı
bir şəxs var idi, Həzrət Nuhun oğlu idi, o da dindən çıxdı. Quran o barədə danışır. Nuh Peyğəmbər deyir ki, o sənin əhlindən deyil. Yəni, səndən deyil, oğlun deyil, o kafir olub. Deyir, Nuh Peyğəmbərin oğlu kafir ola bilir. İndi İmam Hüseyin əleyhissalam gəlib pis görə bilməz. Olsun nəvəsidir. Gəlib səhv eləyib. Yezdə qarşı çıxıb səhv eləyib. Bu, Əməvi davamçıları adətən bunu gəlib deyirlər. O düşüncədə olanlar gəlib bunu deyirlər. Rahatca da günahlandıra bilirlər. Baxırsan ki, yəni, ilahi, bu nə səbəb olur? Və nə qədər deyirsən ki, bax, Peyğəmbər belə deyib, hədis, Peyğəmbər İmam Hüseyin haqqında belə şey danışıb, onun əzəmət haqqında cənnət cavanlarının ağasıdır deyib. Deyir, nə olsun, ne deyib? O vaxtı deyirdi, indi nə oldu? Yolmazdı. Peyğəmbər deyirdi, yolmazdı. Baxırsan ki, Yezid kimisinə qarşı çıxmağın özü dindən çıxmaqdır, günahdır. Anlatmaq olmur, izah eləmək olmur, başa salmaq olmur. Yezid kimisinə qarşı çıxmaq əgər pisdirsə, siz də Həzrət Əli əleyhissalama qarşı çıxmışdınız. Yəni, indi işim yoxdur, indi tarixi şeyləri çox demək istəmirəm. Çünki ona dəqiq hazırlaşmamışam, indi zehnimə gəldi deyə deyirəm. Qəlb, bax, qəsavətli olmaq budur. Qəsavətli qəlb budur. Qəsavət bağlı. İmam Hüseyin əleyhissalam deyir ki, mən kiməm? Deyir də Peyğəmbərin nəvəsi. Peyğəmbər mənim barəmdə nə deyib? Filan şey deyib, deyib. Başımdakı əmmamə kimindir? Peyğəmbərdir. Əlimdəki üzük kimindir? Peyğəmbər. Barmağımdakı üzük kimindir? Peyğəmbərdir. Peyğəmbər mənim barəmdə hamısını deyir. Deyirlər ki, ya Abdullah, bilirik. Bunlar hamısını bilir, amma səni öldürəcək. Yəni, qəlbin qəsavəti bax budur. Qəlb qəsavətli oldusa, Peyğəmbər belə gəlsə, onu düzgün yola çəkə bilməyəcək. Hətta mən sizə bir söz deyim, nəuzubillah. Məsələn, fərz eləyək, əgər mümkün olsaydı Allah göydən, misal göydə deyiləm, misal üçün deyirəm də, məcazi deyirəm, yer üzünə enib, bir insan varlığına, cildinə girmək mümkün olsaydı, Allah gəlib o həmin şəxsi bu yoldan çəkindirsəydi, o qəsavətli qəlb oyanmayacaqdı. Yenə bir bəhanələr uyduracaqdı. Yəni, mümkün deyil. Bir qəlb çirkinliklərlə, pisliklərlə doldusa onu çıxarmaq, onu təmizləmək çox çətindir. Çox çətin olur ki, tarix də bunun şahididir. Tarix də bunun şahididir. Peyğəmbərin yanında olanlar sonradan gəlir, Peyğəmbərin sözünü təhrif eləyir. O Peyğəmbərin təyin etdiyi xəlifələr, vəlilərə qarşı çıxırlar. Bunlar hamısı qəlbin qəsavətindən xəbər eləyir. Mən həmişə düşünmüşəm, çox incə bir məsələdir. Çox incə deməyim, dəqiq bir məsələdir. Çox dəqiq bir məsələdir. Din gəlir bilirsiniz nə edir? Din gəlib bizdə mənəvi təsəvvür yaradır. Birinci zehni təsəvvür yaradır. Sonra keçir onu mənəvi bir təsəvvürə yönəldir bizi. Məsələn, zehni təsəvvür yaradır. Orada çaylar var, meyvələr var, filan var. Hətta huridən danışır, huri var. Bir zehni təsəvvür yaradır. Ondan sonra deyir, iman gətirin, salih işlər görün. Yol göstərir ki, həmin o təsəvvür təkcə zehində qalmasın, mənəvi bir təsəvvürdə olsun. İnsanın bir mənəviyyatı da onu duya bilsin. Səhərsi gün hansısa dünya ləzzətlə üz-üzə qalanda rahat o dünya ləzzətini imtina edə bilsin. Amma bu olmadısa, nə qədər sən gəldinə ki, belə mənəvi ləzzət var, cənnətdə belə şeylər var, neymətlər var, başa düşməyəcək. Çünki onun mənəvi təsəvvürü yoxdur. Yoxdur mənəvi təsəvvür. İmam Hüseyin əleyhissalam cənnət vədə verirdi. İmam Hüseyin əleyhissalam gözəl həyat vədə verirdi. Bunların hamısını İmam Hüseyin əleyhissalam deyirdi. Amma axı bunların təsəvvürü yoxdur, qəlb də qəsavətlidir. Dünyanın ləzzətinə yönəliblər. Yönəliblər dünyanın ləzzətlərinə. Başa düşmürlər ki, İmam Hüseyin əleyhissalam nə danışır. Tuta bilmirlər. Başa düşmürlər, bilirlər, qəbul ilə cənnət var, amma yönələ bilmirlər ora. Niyə? Çünki təsəvvürləri yoxdur. Qəlbin qəsavəti imkan vermir. İmkan vermir ki, o təsəvvürü özlərində yarada bilsin. Nəuzubillah, üzr istəyirəm hər kəsdən, amma misalı deməliyəm ki, tam aydın olsun. Şəhvətpərəst bir insanın qarşısına gözəl bir qadını gətirsən,
Ha gəl ona denək ki, cənnətdə belə gözəl mənəvi nemətlər filan, bunlar, o hamısını denək. İmam Hüseyn əleyhissalam orada. Hətta İmam Hüseyn əleyhissalam özü gəlsin desin ki, mən olacam cənnətdə. Gedək buna İmam Hüseyn əleyhissalam bunlara hamısını desə də imtina eləyəcək İmam Hüseyn əleyhissalamdan. Niyə? Çünki bunun zehnində, bunun qəlbində o ləzzət təsəvvürü yoxdur. Həqiqi ləzzət təsəvvürü olmadığına görə ancaq şəhvətlə qane olub, ona görə onu bir qadınla tez aldadarsan. Tez aldatmaq olur ki, tarixdə də bunun şahidi oluruq və yaxud da qızıl olsun. Hə? Görsən qızılla məsələn aldatmaq, pulla aldatmaq. O söz var, deyir, necə idi? Nağdını qoyub nisyə niyə gedirəm? Əslində bu düz sözdür. Nağdını qoyub nisyə niyə gedirəm? Bu əslində düz sözdür. Sənin ölçü uyğun düz söz deyirsən, nağdını qoyub nisyanı gedirsən. Çünki sənin nağdıdan xəbərin yoxdur. Çünki sənin nağdı barəsində, oradakı, o aləmdəki nemətlər barəsində təsəvvürün yoxdur. Ona görə belə bir şəxsi yönəltmək, anlatmaq çətin olur. Və imamlarımız da bundan əziyyət çəkib. Onların ən başında olan, mənə görə, ən başında olan əziyyət çəkənlərdən Peyğəmbərimiz heç, o ən böyük məzlumdur. Ondan sonra ən böyük məzlum olan Həzrət Əli əleyhissalam idi. Səluni qablə ən təfqiduni. Deyir ki, səluni qablə ən təfqiduni, yəni itirmədən öncə məndən soruşun. Səhv etmirəmsə belə idi. Ya təfqidu, ya təfqudu. Deyir ki, itirməmişdən öncə məndən soruşun. Yəni, məndən istənilən şeylərə soruşun. Soruşurlar Həzrət Əleyhisselam barəsində. Yox, onun barəsində heç nə soruşmurdular. Yəni, daha doğrusu ondan sual soruşmurdular. Gəldilər, mənasız sözlər soruşurdular. Gəldilər, Həzrət Əleyhisselamdan yaxşı mənada istifadə eləmirdilər. Qalırdı Həzrət Əleyhisselam tək. Qalırdı tək. Və axırda nə oldu? Qədrini bilmədilər, şəhid elədilər. Bu sözü çox məşhurdur. Elə bir ki, bir insan o qədər yorulur, o qədər cəmiyyətdən bezir. Yəni deyir, siz neyinirsiniz? Səluni qablə ən təfqiduni. Məni itirmədən öncə soruşun. Yəni itirəcəksiniz mənə, əlinizdən çıxacaq hər şey. Hər şey əlinizdən çıxandan sonra peşman olacaqsınız. Bu deyil, suallarınızı düzgün verin mənə. Axtardığınız dünya malı deyil, dünya işləri deyil. Məndən elə şeylər soruşun ki, sizi mən cənnətə... Deyirdi ki, göyün yolun, yerin yolundan yaxşı bilirəm. Gözümdən pərdələr çəkilsə, zərrə qədər yəqinim artmaz. Belə insandan istifadə eləmədilər. Və nə oldu? Belə bir cəmiyyət, bədbəxt cəmiyyət oldu. İmam Hüseyn əleyhissalamın axırda gəlib qatili oldular. Ona görə deyir, İlahi, İleykə əşqü qalbən qasiyən, mə'li vəsvasi mütəqallibən. Bu vəsvəsələrlə dəyişmiş qəlbdən mən, ondan sonra çirk, pis xislətli, örtülmüş qəlbdən sənə şikayət edirəm. O qədər qəlbim qəsavət bağlayıb ki, artıq sənin qorxundan ağlaya bilmirəm, gözümdən yaş gəlmir, quruyub. Məni elə şeylərə sürükləyir ki, mənasız şeylərdir, məni bədbəxtliyə sürükləyə bilər, bədbəxtliyə apara bilər. Quran-ı Kərim maraqlı bir söz deyir, qəsavətli qəlb barəsində çox maraqlı bir söz deyir, neçə yerə bölür də. Quranda Bəqərə surəsi 74-cü ayəsində Allah buyurur ki, ثُمَّ قَسَتْ قُلُوبُكُمْ مِنْ بَعْدِ ذَلِكَ فَهِيَ كَالْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً وَإِنَّ مِنَ الْحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنْهُ أَنْهَارٌ وَإِنَّ مِنْهَا لَمَا يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ الْمَاءُ وَإِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ اللَّهِ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ. Buyurur ki, qəlbləriniz daş kimi qatılaşdı. İndi ayənin əvvəlindən sonrasının işim yoxdur. Qəlbləriniz
daş kimi qatılaşdı. Sərt oldu. Hətta daha da sərt oldu. Biri var qatı olmaq, qatılaşmaq, bir də daha sərt olmaq. Daha sərt oldu. Və innə minəl hicarəti. Deyir ki, həqiqətən bəzi daşların içərisində, söhbət bu daşdan getmir, məcazi Allah. Daha doğrusu misallarla Allah bizə izah edir. Daş deyəndə qəlb. Deyir, bəzi daşların içərisindən çaylar axar. Elə qəlb var ki, onların içərisindən qəsavət bağlı, qəsavətlidir, amma nədir? Bəzi daşlar görmüsünüz, o bəzi daşların içərisindən çaylar axır. Bəzisi isə nə olur? Daşlarda onların içərisindən gəlib çaylar axır. Bəzisi yarılıb içindən su fışqırır, su çıxar. Bəzi daşlarda o cürdür. Bəzi daşlarda var ki, Allah qorxusundan yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən qafil deyil. Gəlir Allah bir təşbihlə insanların o qəlbini izah edir. Bəzi qəlb var ki, onların içərisindən çaylar axır. Bəzi qəlblər var ki, o yarılır içindən su fışqırır. Bəzi qəlblər də var ki, ümumiyyətlə Allah qorxusundan yuvarlanıb yerə düşür. Yəni daşda yerə düşür. Qəlb vəcdə gəlir, əsir. Görürsə Allah necə burada misallarla bənzədir. İndi hansı daha şiddətlidir, hansı qəlb belə deyim, yaxşıdır, gözəldir, Allah istəyən qəlbdir, yuvarlanıb düşən, Allah qorxusundan yuvarlanıb düşən. Elə qəlb var ki, onun içərisindən su fışqırır. Elə qəlb də var ki, nə olur? İçərisindən çay axır. Yəni bu əslində belə deyim, qəsavətli qəlblər deyil. Deyir, bəli, qəlbləriniz daş kimi qatılaşdı, hətta daha da sərt oldu. Amma bəzi qəlblər var ki, bax, o başlayır o bir-bir saymağa. Mən əvvəl dedim ki, bu qəsavətli qəlblərin misallardır. Ayədən zahirən görünən budur ki, bu artıq Allah biz hansı qəlbdən danışır burada? Yaxşı qəlbdən. Yəni deyir, qəlbiniz sərt ola bilər. Amma bəzi qəlblərə bir dənə diqqət edin, onların içərisindən su axır. Yəni onların içərisindən Allahın məhəbbəti var, eşqi var, mənəvi zənginlik var. Bəzi qəlblərdə var ki, onların içərisində, o qəlbin içərisində olan həqiqətlər çölə, xaricə fışqırır. Axır, cəmiyyətin içərisinə axır. Bəzi qəlblərdə var ki, bir dənə baxın onlara, Allah qorxusu, Allah adı gələndə Allah qorxusundan o qəlb vəcdə gəlir. Qəlb əsməyə başlayır. Allah gəlir burada o qəlblərdən danışır. Qəlb də insan üçün mühümdür. Dinimiz qəlbə çox önəm verir. Qəlbə yox, daha doğrusu qəlbin paklığına çox önəm verir. İnsan üçün qəlbin paklığı çox mühümdür. İnsan, mən əgər qəlbin paklığına riayət eləməsəm, diqqət eləməsəm, nə olacaq? Nə baş verəcək? Mənim qəlbimdə nə olacaq? Mən ona diqqət eləməsəm, haqq özü mənim qarşımda zahir olsa da, desə belə deyil, elə də mən qəbul eləməyəsəm. Çünki həqiqəti mən öz qəlbimdə boğmuşam, özüm üçün bir həqiqətlər düzəltmişəm. Hər şeydə dindən üst çevirəcəm mən. Qəsavətli qəlb dini qəbul eləməz. Qəsavətli qəlb İmam Hüseyin əleyhissalamı qəbul etməz. Qəsavətli qəlb Peyğəmbəri qəbul eləməz. Ona görə Allaha şikayət eləməliyik öz qəlbimizdən. Ki, ilahi, diqqətli ol, qurban olum. Mənim qəlbimdən diqqətli ol. Bu qəlb məni azdıracaq. Mən şikayət edirəm bu qəlbdən. Bu qəlb məni azdıra bilər, yolumu azdıra bilər. Və bunun yolları da nədir? İndi düzdür, bu mövzumuz deyil deyə ona görə ora giriş etmirəm. Nələr insanın qəlbini qəsavətli edir və necə xilas etmiyorlar? Ümumiyyətlə, bir sözlə desək, hubbud dünya. Hubbud dünya, dünya məhəbbəti, onun içərisində hər şey var. Mal var, dövlət var, maşın var, nə bilim, pul var. Ən başda özüm varam. Mənəmlik, mənim özüm, ənaniyyət, ego, özüm varam. Ən başda özüm varam.
özümü sevmək, ego, hər kəsdən üstünəm, bunu özü nədir? Dünya məhəbbətinin başlanğıcıdır. Ən bariz nümunəsidir. Özümü sevmək. Ona görə də dünya məhəbbəti qəlbin qəsavətli olmasının ən başlanğıc mərhələsidir və İmam Hüseyin əleyhissalamı bilirsiniz də, məsələn Ömər ibn Səd Rey mülkünə görə gəldi İmam Hüseyin əleyhissalamın qətlinə fərman verdi, əmr elədi. Rey mülkünə görə lənətullah hərməliyə dedi ki, o körpəni vur. O da 3 şöbəli oxdan o körpənin boğazını üzdü. Əli Əsğər, Həzrət Əli Əsğərin boğazını üzdü. Birisi də bunu hamınız bilirsiniz. Dünya məhəbbətinə görə. Sonra gördü o Rey mülkü hamısı yalan imiş, boş bir xülya imiş. Nə dedi? Dedi, dünyam da, ahirətim də bədbəxt oldum. Dünyada da bədbəxt oldum, ahirətdə də. Allah bizim qəlblərimizi o gözəl zatı ilə, əhəd olan zatı ilə, zat-ı əhədiyyət deyirlər, o zatı ilə, o öz gözəlliyi ilə, öz pak zatı ilə bizim qəlbimizdəki bütün çirkinlikləri aradan aparsın inşallah. Yuyub aradan aparsın inşallah. Allahümmə inna nəs'əlükə və nəd'uk bismikəl azim əl-əzəm əl-əzzəl cəlil əkrəm və bi Muhammedin və əhli beytihi tayyibin at-tahirin ya Allah 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 ya Rahman ya Rahim ya muqallibəl qulub səbbit qulubana alə dinik. İlahəllərimizi naümid qaytarma. Amin deyən dillərimizi lal öldürmə. Bağışlamamış bizlərə qəbr evinə göndərmə. Qəbrimizin ilk gecəsində Peyğəmbər və onun əhli beytini başımızın üzərində hazır elə. İlahi çətinlikdə olanların çətinliklərini tezliklə həll elə. Xəstələr var, nəzərdə olan xəstələr var, onlara tezliklə şəfa ver. Şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Qazilərimizi tezliklə şəfa ver. Azərbaycanımızın bayrağını dünyanın hər yerində uca elə. İlahi, bizləri Peyğəmbər və əhli beytindən ayrı salma. Dünyada onların ziyarətin, qiyamətdə şəfayətin bizlərə nəsib elə. Bu cümə gününü bizlərə mübarək qərar ver. Bu cümə günündə edilən dua, qılınan namazları, cümə namazlarını ali dərəcədə qəbul elə. Müsəlmanları bir-birindən mehriban elə. Dünyanın hər yerindəki müsəlmanlara, körpə uşaqlara zülm edirlər, zəlil məhvi nabud elə. Dünyanın hər yerindəki müsəlmanlara, insanlığa xidmət edirlər, onları daha da müvəffəq elə. İmam Zaman əleyhissalamın zuhunu tez elə. Ağanın qəlbimizdən razı və xoşnud elə. Haqqı Muhammedin və alih və bihaqqı surətil mübarəkətil fatihəti mə'əs-salavat. Allahümmə salli ala Muhammedin və ali Muhammed və əccil fərəcə.